liberalizm beynəlxalq münasibətlərdə ilk dəfə 1919-cu ildə Woodrow Wilsonun 14 prinsipi əsasında təşəkkül tapıb. Yəni 1919-cu ildə. Amerikan prezidenti. Amerika prezidenti, ABŞ prezidenti Woodrow Wilsonun demək təşəbbüsü ilə ilk dəfə ölkə səviyyəsindən dövlət səviyyəsindən dövlətlər arası münasibətlər səviyyəsinə təzahür eləyib. Liberalizmin bir neçə səviyyədə, bir neçə sahə üzrə öyrənmək olar. Siyasi sahə üzrə, iqtisadi sahə üzrə və mədəni sahə üzrə. Demək, liberalizm həm iqtisadi sahədə bir cürə təzahür eləyir, həm siyasi sahədə, həm də mədəni sahədə. İndi ayrı-ayrılıqda bunlara nəzər yetirəcəyik, yəqin ki. Amma bu da qısaca bir şey demək istəyirəm ki, beynəlxalq münasibətlər səviyyəsində liberalizm 3 mərhələyə bölünür. 1919, demək 1945, 1945, 1991 və 1991-dən müasir dövrümüzə hətta bəzi alimlərə görə 2021-ci ilə qədər, Çinin yüksəlişinə qədər bir 3 mərhələdən keçibdir. Və biz əgər liberalizmi beynəlxalq münasibətlər, dövlətlər arası münasibətlər kontekstində öyrənmək istəsək, iqtisadi münasibətlər dedikdə liberalizm azad ticarəti demək təşviq edən bir ideyadır. Yəni sərhədlər olmamalıdır, baryerlər olmamalıdır. Məsəl üçün bugünkü Dünya Ticarət Təşkilatı buna əyani bir nümunədir. Yəni sərhədlər malların və məhsul və xidmətlərin dövlət sərhədlərini keçəndə hər hansısa bir gömrük rüsumlarına cəlb olunmamalıdır, baryerlər olmamalıdır, tariflər olmamalıdır. İqtisadi nöqteyi nəzərdən. Siyasi nöqteyi nəzərindən demək liberalizm beynəlxalq institutları nəzərdə tutur. Bu da Birləşmiş Millətlər Təşkilatı 1919-cu ildə indi yəqin tarix üzrə oxuyanlar bilər. O vaxt Millətlər Liqası adlı bir qurum yaradıldı. ABŞ Woodrow Wilsonun rəhbərliyi altında. Təəssüf ki, ABŞ Konqresi təsdiq eləmədi. Demək, Versal sülh sazişinin Birinci Dünya müharibəsinin sonunda. Ona görə ABŞ liqaya üzv olmadı. Çox maraqlı bir ziddiyyətli bir təzadlı bir məqamdır. Və üçüncü mədəni səviyyədə də qloballaşma və daha çox individualist dəyərlərin beynəlmiləlləşməsi. Bu nə deməkdir? Yəni fərdiyyətçi istəklərin, fərdiyyətçi belə deyək, prinsiplərin bütün dünyada hakim olmasına çalışır. YouTube kanalımıza abunə olun.